Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Biz bundan öncə sizə izahlı testlər təqdim eləmişdik. Həmin testlərin növbəti 5 dənəsini də sizə təqdim edirik. Sınağı işləmək istəyən ibtidai sinif müəllimlərimiz, həmçinin dil ədəbiyyat müəllimlərimiz, keyfi istəsə bloka hazırlaşan şagirdlərimiz də işləyə bilərlər. Problem yoxdur. Aşağıda link qoyacağıq. Həmin linkə daxil olub işləyə bilərsiniz. Burada ad soyadınızı yazırsınız. Məsələn, NDV yazırsan, sən də öz adını yazırsan təbii ki. Məsələn, sonra testə başla deyən kimi testlər açılır. Və burada görürsünüz, dəyərli ibtidai sinif müəllimlər və yaxud filoloqlar vaxtla başlayırsan. Yəni biz bunu öz qruplarımızda da bu şəkildə eləyirik. Sınaqları vaxtla qoyuruq ki, indidən sizin sınaq işləməklə bağlı yaxşı bir vərdişiniz yaransın ki, imtahanda ən böyük problemlərdən biri vaxtı düzgün bölə bilməmək olur. Yəni sənin problemin orada feildə, sifətdə, zərfdə deyil, daha çox vaxtı düzgün bölə bilməkdə olur. Mətn olur, mətn oxuyub vaxtda uyğun çatdıra bilmirsən. Bu sınağımızın sonunda mətnlər də var, onlara Ayşə müəllimə izah edəcək, görəcəksiniz. Videolarımızı tez-tez görmək üçün kanalımıza abunə olmağı, tıqq eləməyi yaddan çıxarmayın. Yaxşı, bismillah deyin, getdik. Ramazan vaxtı bu dəqiqə sizin imanlı vaxtlarınızda. Hansı nümunədə say təyin vəzifəsində deyil? Öncə nə etməlisən? Sən cümlələrdə təyini tapmalısan, daha sonra sayın təyin olub olmadığını da bilməlisən. Hər gün bir məqalə oxumasa rahat olmaz. Neçə məqalə? Nə etməsə oxumasa, nə məqaləni tamamlıq, neçə məqalə? Bir məqalə və yaxud 2 məqalə, 3 məqalə. Deməli say nədir? Təyin vəzifəsindədir. B-ni götürmürəm. C. 4-cü binanın çıxışında dostu ilə rastlaşdı. Harada rastlaşıb? Binanın çıxışında. Bina çoxdur axı. Həmin bina, bu bina, o bir bina, 5-ci, 10-cu, 15-ci, sonuncu, 4-cü bina. Neçənci bina? 4-cü bina. Deməli, bu da nədir? Say. Neçənci sualdan başlayacağını bilmədik. Neçənci sözün saya oxşasa da sayın sualıdır. Amma sayın sualı say deyil. Yəni, nitq hissələrinin sualı həmin nitq hissəsinin özü deyil. Sual əvəzidir. Neçənci sualdan başlayacağını bilmədiyi üçün sonuncu baxdı, nəyə? Testə. Neçənci testdə sonuncu. Bilirsiniz də, axırıncıdır, əvvəlincidir, filancıdır, sonuncudur. Bunlar nədir? Saylarımızdır. Sonra, axırıncı romanı böyük maraqla qarşılandı. Qarşılandı nə? Romanı, neçənci romanı? Axırıncı romanı. Axırıncı söz də burada say vəzifəsindədir. Sonra gəlirik və bəs nə oldu? Çıxmadı axı. Aya baxırıq. Bilərəkdən bu şəkildə qoymuşuq ki, bilə-bilə bu şəkildə qoymuşuq ki, siz çalışdırsın. 5 kitab sifariş edən Emil olduqca həyəcanlı. Necə idi? Həyəcanlı idi. Kim? Emil. Hansı Emil? 5 kitab sifariş edən. Bəli, say burada təyinin daxilindədir. Amma say təyin vəzifəsində o deməkdir ki, necə ki, burada 4-cü sözü, axırıncı, sonra sonuncu testlər, sözləri təyin oldu. Bax, bu da o cür olmadı. Yəni, 5 kitab aldıq desəydi olardı. Amma burada olmayacaq. Niyə? Çünki 5 sözü fe'li sifət tərkibinin tərkib hissəsindən. 5 kitab sifariş edən Emin. Hansı Emin? 5 kitab sifariş edən Emin. Təyinin, fe'li sifət, daha doğrusu fe'li sifətin, məsələrin fe'li bağlamanın tərkibindən təyin çıxartmaq olmaz. Deməli, 5 sözü ayrıca təyin vəzifəsində deyil, təyinin tərkib hissəsidir. Təyin başqa şeydir, təyinin tərkib hissəsi tamamilə başqa şeydir. Yəni, təyinlə zərfliyin fərqi nə qədərdirsə, təyinlə təyin tərkib hissəsinin fərqi də o qədər çoxdur. Yəni. Belə. Cavab oldu A variantı, çünki burada 5 sözü təyin vəzifəsində deyil. Yəni, müstəqil cümlə üzvü deyil, tərkibdədir. Növbəti sual. Düzgün fikirlər istəyir bizə. Təsadüfən sözündə sayt uzaması vardır. Bu sözdə sayt uzaması yoxdur. Sadəcə vurğunu, yəni A-dakı vurğunu daha qabarıq deyirik. Təsadüfən. Təsadüfən. Biz təsadüfən, xüsusi sözündə onu uzatdığımız kimi təsadüfən sözündə də A-nı uzatmırıq. Sadəcə vurğunu qabarıq deyirik. Təsadüfən. Təsadüfən. Bax, A-nı uzatdım. Yəni, burada uzanma yoxdur. Yadınızdan çıxırsa, başa düşə bilmirsiniz, əzbərin geçsin. Məcbur deyilsiniz ki. Belə, sayt uzanması vardır, xeyr, yoxdur. Xasə,
maddə və amal sözlər. Amma kim ona amal deyir? Amma amal deyir. İnsanın bir məqsədi, bir amalı olmalıdır. Bu cür deyirik də. Düz deyilmi? Amma insanın bir məqsədi, bir amalı olmalıdır. Qəribə gəlsə də qulağa təbii ki, bu cür deyilməlidir. Xasə, maddə və amal sözlərində sahib uzanması vardır. Deməli, iki oldu doğru fikir. Elektrik, lirik və qrafik sözlərin vurğusu dəyişərkən həm leksik, həm də ümumi qrammatik mənası dəyişir. Lirik və qrafik, yəni iklərin demək olar ki, hamısı isim və sifət olaraq bölünür. Qrafik sxem, qrafik, onu çəkən. Lirik, şair, lirika ilə məşğul olan şəxs, adam, şair, sənətkar. Hər, demək olar ki, iklərin çoxsu sifət isim olaraq bölünür. Satirik, lirik, bu cür. Bir dənə elektrik sözdür ki, elektrik cərəyan, bir də elektrik adam. Yəni, monteur deyirik və o şəxs. Və elektrik həm indi maşını tutanlara başqa cür səslənir, elə heç belə elektrik deyirlər. Və nə olur, nə baş verir? Elektrik və elektrik. İkisi də isimdir. Ümumi qrammatik mənası fərqlənmir. Ümumi qrammatik məna nitq hissəsi deməkdir. Qısası, üçü düzgün cavablar götürməyəcək. Yazıb ki, həm leksik, həm də ümumi qrammatik mənası dəyişir, dəyişmir. Burada elektrik sözündə dəyişmir. Deməli, 3 getdi, amma 2-ni götürmüşük. 4. Tabeli və şairanə sözlərdə uzanan saitlərin sayındır. Bəli, tabeli, şairanə. Həm şairanə sözündə, həm tabeli sözündə. Hər birində 2 sait uzanır deyə bunlar da düz cavab kimi götürəcəyik. Sonra, kampaniya, mətin və soyqırım. Dilimizdə kompaniya da var, kampaniya da var. Lüğətdən yazın, onların fərqini mütləq əzbərləyin. Sonra mətin, tekst sözü var, mətin dözümlü də var. İndi biz bunun ikinci versiyası yazmışıq. Soyqırım sözlərindən biri səhv, xeyr, yəni düzdür. Kampaniya düzdür, mətin də düzdür, soyqırım səhvdir. Çünki dilimizdə soyqırım yox, soyqırımı, yəni sonunda ı ilə olan söz var. Soyqırımıdır, bu soyqırım deyil. Düz deyir, bəli, düz deyir. İki sözlərdən biri səhv yazılıb, bəli. 5-i də götürdük. 2, 4, 5 olur bizim doğru cavablarımız. 2, 4, 5. Məndə arada elə şey var. A deyib B götürürəm filan. Əvəzlikdən düzəlmiş söz işlənib. Hansı variantda əvəzlikdən düzəlmiş söz işlənib? Baxa, biz bütünlüklə bu fikirlərdən uzaqlaşmışıq. Bütünlüklə sözün gəlin təhlil edir. Bütün sözün kökü, bütünlüklə. Bütünlüklə sözü, yəni zərfi, bütünlük ismindən düzəlib. Ona görə 1 getdi. 2. Kimsəsizlik onu çarəsiz olmağa məcbur edib. Kim sözün kökü? Kimlə kimsə? Kimsəsiz, kimsəsizlik. Kimsəsizlik sözü isə kimsəsiz sifətindən yaranıb. Bizə nə deyir? Əvəzlikdən düzəlsin, əvəzlikdən bu da düzəlmədi, 2 də getdi. 3. Dərsi mənimsədən bəzi praktik üsulları ayrıca qeyd elədi. Deməli, qeyd elədik, dərsi mənimsədən, mən sözün kökü, məndən imsə, düzdür. Mənimsəmək sözü olsaydı doğruydu. Mən əvəzliyinə mənimsəmək yarandı. Amma burada nə var? Mən əvəzliyinə mənimsə yarandı. Onunla bitmədi axı. Mənimsəmək də mənimsətmək yarandı. Bu da ən. Biz də nədən yarandığını bilmək üçün son leksikdən əvvələ baxırıq. Mənimsətmək sözü mənimsəməkdən yarandığı üçün deməli feildən yaranıb deyə üçü də götürmürük. Sifət əşyanın necəliyini bildir. Necə sözün kökü, lik də leksik. Necəlik isimdir, əvəzliklə yaranıb. 4-ü götürdü. Sizdəkilərdən bir neçəsini bugün görmüşəm. Siz əvəzi, dəki də sifət. Sizdəki sözü nədən düzəlib? Əvəzlikdən düzəlmiş sifətdir. Cavab 1 də oldu, 5. C variantı olur bizim düzgün cavabımız. Qoşma işləmiş cümlələri istir bizdən. Qoşma. Yəni, bundan ötürü sən təbii ki, qoşmaların hamısını əzbər bilməlisən. Çünki əzbər bilmədən qoşma elə bir şeydir ki, bəziləri onun qoşma olduğunu bilməsən, onu məzmunla çıxara bilməsən. Çünki elə şey var ki, qoşma yox şey, amma qoşma deyil. Yəni, bunun ən qəşəng variantı qoşmaların kitablarda, dərsliklərdə, dərs vəsaitlərində verilən qoşmaları əzbər bilmək. Əvvəlkə nisbətən daha çox şey dəyişib. Gəlin, axırdan başlayaq. Sahil boyunca mühafizə heyəti düzülmüşdür. Sahil boyu ilə qoyuram, yerinə bilirəm ki, adlı xala qoşulan qoşmadır. 5-i götürdüm.
4. Məncə heç kəs əziyyət çəkməmiş. Əgər məncədən sonra vergül olsaydı, modal söz götürməyəcəksən. Vergül yox deyə cərin yeri qədər qoyursan, mən qədər heç kim əziyyət çəkməmişdir. Bunu da qoşma kimi götürəcəksən. Vətən uğrunda şəhid olanlar başımızın tacıdır. Vətən uğrunda, uğrundadır, naminədir. Bunlar qoşmalarımızdır. Vətən uğrundanı qoşma kimi götürəcəksən. 3. 3, 4, 5-dir mi cavab? Xeyr, deyil. Aşağıda da başqa variant var da, görəcəksiniz. Sonra, haqqında eşitdiklərim. Haqqında söz qoşmadır. Bəzən ola bilər, sənin haqqında mənim payım vurur da, başqa cür işlənib isim kimi. Amma burada haqqında, barəsində sözünün sinonim kimi işləndiyi üçün haqqından qoşma kimi götürəcəksən. Haqqında eşitdiklərim məni məyus edir, bəli, bu da qoşma. Ay, mənim cavab çıxmır, cavab çıxır. Əvvəlcə nisbətən sözü deməli qoşmadır, yönlük hala qoşulur. Nə oldu bəs hamısında oldu mu? Sual səhvdirmi? Xeyr, sual səhv deyil. Sualın sonuncu variantını yazıb ki, bütün cümlələrdə qoşma işlənmişdir. Bildiniz? İmkanım olsa da üstünü ağardardım ki, görməyəsiniz. Sonra. Biri digəri ilə eyniköklü deyil. Eyniköklü olub olmadığını bilmək üçün nə edəcəksən? Sözü artırılmış. Yəni, bəzən deyirlər, müəllim, mənə eyniköklü sözlər çatmır. Sənin eyniköklü sözdə problemin yoxdur ki, sənin sözün nədən yarandığını bilməkdə problemin var. Eyniköklü söz nə var ki? Kökü eyni olan düzəltmə sözlər. Qayda bir cümləli idi, qutardı get. Kökü eyni mənanı verən düzəltmə sözdür. Bu qədər bəsit bir asan qaydası var, amma qayda ilə bitmir axı. Sən bu sözün kökünü düzgün müəyyən edə bilmirsənsə, qayda ilə nəyi tətbiq edəcəksən? Heç nəyi. Bax, boyaq sözün kökü nədir? Boya. Hansı boyadır bu? Bax, onu bilməlisən. Qır şəkilçisi nəyə artırılır? Feillərə. Hardan bilirəm? Sınaq. Düzdür? Sınaq sözündəki qı sınamağa artırıldı. Deməli, buradakı qı da feilə artırıldı. Feil. Yazdım bura f. Boyadılmaq. Sözün kökü nədir? Boya. Boyadan nə yaram? Boyatmaq. Düzdür? Boyatmaq sözündə t var. Nəyə artırılır t şəkilçisi? Feillərə hardan bilim? Oxutmaq, yaşatmaq, başlatmaq, fırlatmaq. Düzdür? Hər birində t şəkilçisi feilə artırıldığı üçün bilirəm ki, burada da feildir. Boyanmaq. Boyanmaq sözün kökü nədir? N. Leksikdir. Düzdür? Nəyə artırılır? Feilə. Boyanmaq. Başqa nəyə artıra bilərsiniz? Tanınmaq. Tanı. N şəkilçisi feilləri artırılır. Sonra təzən boyatmaq var burada. Buna dedik ki, oxutmaq, yaşatmaq kimi sözlərə ünümünə çəkə bilərik. Burada sadəcə boyatmaq d-id də, yəni sait gəldiyi üçün t-d əvəzləməsi baş vermişdir. Sonra nə gəlir burada? C variantı üzdü dayanıb adama baxır, heç oxşamır. Elə bil ki, yəni, günahkardır, amma günahsızların içində elə dayanıb ki, hamıdan yəni, götürüb, nəyəsə oğurlayıb, amma hamıdan birinci andan verir ki, filankəsin canı haqqı, filankəs ölsün, mən götürməmişim. Birinci bandaman edir, o birilərinin günahsızdan səs çıxmır. O C də burada elə bir tipdədir, sifətdə dayanıb, boyalanıb da, belə rəngdən rəngə düşüb, rəng verib, rəng alıb. Burada sözün kökü nədir? Boya, düzdür. La şəkilçisi nəyə artırılır? Boyalamaq, düzdür. La şəkilçisi gözlə, işlə, dişlə, sonra bizdə, nə bilim, gözlə və s. Başla. La şəkilçisi nəyə artırılır? İsimlərə, adlara, düzdür? Və sonra burada da boya ada artırılıb, yəni boya isminə. Bu hal nədə baş verir? Amonimli olan sözlərdir ki, adam bilmir hansıdır. Boya sözüdür, sıx sözüdür, düz sözüdür. Bu tip sözlərdə baş verir ki, bu sözlər amonimli olan sözlərdir ki, bunlarda belə hal baş verir. Cavab oldu nə? C variantı. Çünki boyalamaq sözündə, sözün çünki boyadır, boyalamaq, la leksik şəkilçi artırılıb. Bu leksik, yəni la da ismə artırılan şəkilçidir deyə digərləri feildən, boyalamaq isə, boyalamağın kökü isə boya sözüdür, ismidir. Belə. Bəs eləyər. Sualların ardını növbəti videomuzda görəcəyik. Sahişə müəllimə izah edəcək qəşəng dil qaydaları var. Onun da ardınca yenə də qəşəng mətnlər var. Mütləq kanalımıza, balaca yetim kanalımıza abunə olun ki, izləyicilərimizin takipçi deyil, o təqibçidir. Təqibçilərin sayı artsın. Onlayn dərslərimizə qoşulmaq üçün də ibtidai sinif müəllimləri çox güman ki, mart ayının 15-nə kimi qruplarımız açılacaq. Ondan sonra da imtahana qədər qruplarımız olur, qoşula bilərsiniz. Həftədə 1 ya 2 dəfə canlı yayım eləyirik. Bütün mövzular tam izah olur. Yəni ibtidai sinif müəllimləri, sən də Fərqanə müəllimə kimi 95 bal toplamaq istəyirsənsə, yəni mütləq qruplarımıza qoşula bilərsən. Sonra filoloqlarda təbii ki,
Yəni sən təkcə MİQ imtahanından deyil, peşəkar, özgüvənli, arxain bir müəllim olaraq yetişmək istəyir. Yəni biz sizi təkcə MİQ-ə hazırlamırıq. Yəni bir müəllim olaraq az qaldım biraz irəli deyim ki, deyim ki, həyata hazırlıq gördüm ki, ağlət cavablama. Biz sizi həqiqətən bir mütəxəssis kimi öz ixtisasını dərindən bilən bir müəllim kimi yetişdirməyə söz veririk və bu da ona görə söz veririk ki, deyilənləri edəcəyiniz halda yaxşı, yüksək yazacağınıza söz veririk. Deyilənləri etməyəcəyiniz halda yaxşı və yüksək yazmayacağınıza söz veririk. Görürsünüz? Yəni, hər bir halda söz veririk. Söz vermək nədir? Amma öyle olan frazeoloji birləşmədir. Belə, özünüzə yaxşı baxın. Hələlik bu qədər. Sağ olun.